Esselamu Aleyküm ve Rahmetullah değerli izleyicilerimiz. Özümü tehlikeye atmışam. Yeri göy dağılır, külək, leysan, hay huy. Qəşəng bir dənə evim var, satışa çıxarmışam. Mən navigator yükləmək istedim. Çünki niyə? 7 otaqlı ev, 2 mərtəbəli, super vəziyyətdə, düz Balakən şəhərinin tam mərkəzində. Belə göstər bu yandan başqa belə fırlat. Ay sol, qəşəng. Həyətdə qəşəng suyu zadı. Hər gün var ki, gördüyünüz kimi qəşəng. Yeri göstərir zəhmət olmasa. Baxın, belə gülünü zadını, hər bir şeyi. Belə kürsüdən göstər, böyürdən düşsün inşallah. Əla. Gəlin. Deməli, baxın, həyət belə qəşəng. Görürsünüz, həyətin də qəşəng xurmanı həyəti var. Yer kafeldir. 30 adım necə lazımdır. Su çəninə tutmuş hər bir şey var. Həyətdə, gəlin zəhmət olmasa baxın. Həyətdə maşın salmaq üçün çox tərəfdən salmaq üçün qaraj da var. Buraya gəlsəniz, depo kimi istifadə eləmək olur. Tez gəlin zəhmət olmasa. Tələsirik, yağış leysan var. Baxın, qarajıdır. Ay sağ ol. Buranı ha. Bakın burada həyətdə də sanitariya qovşağı var. İçəridə sanitariya qovşağı var. Ay sağ. Gedək içəri. Yenə buradan qovşu göstər belə. Axıra qədər videoya baxın, mən qiyməti qeyd edəcəm. Tələsir, uçur, yeri göy. Gəlin baxın. Hər tərəf qaz, su, işıq, internet, hər bir şey var. Gəlin zəhmət olmasa gəlin. Yeri belə kafeydi. Dediyimiz kimi Balakən şəhərinin tam mərkəzindədir. Acaba buradan marşlar bu həyətin ortasında keçsin. Gəlin. Keçirik inşallah hara? Evin içərisinə. Tələsiz çəkilişdir inşallah. Bismillah. Hə, gəlin, baxın. Girişdə birinci mərtəbədə. Belə qəşəng bir dəhlizi var. Görün, divarları göstərin. Afrika taxtadır. Bərəkallah. Belə yerdə bərəkallah demək lazım. Baxın, göstərin. Gəlin zəhmət olmasa, baxın. Deməli, bu baş tərəfdə bir əsanız elidir. Qaz, su, işığın tədəli bir şey var. Ay sağ, göstərin zəhmət olmasa, baxın. Əla. Buranı bax, belə göstər, pilləkənləri göstərin. Ay sağ ol, super. Deməli, bu başda bura, bu nədir ya? Poladızdır, ha, gəl. Belə, mətbəxidir, baxın, belə göstərim. Mətbəx ideal təmirlidir, lakin mebellər, heç bir mebel köhnə mebellər. Baxın, yeri göstərin, yeri göstərin, baxın. Qəşəng laminat üçədir, daşdır, kafeldir. Buralar da kafeldir, baxın, göstərin. Baxın, buralar da kafeldir. Yəni, fırca aşağını yuxarıya, hay, lan, dağılsın buralar, qardaş. Əlaçı, baş fırlandı. Deməli, çıxırıq hara, ikinci mərtəbəyə. Gəlin, zəhmət olmasa, gəlin. Bismillah, baxın, gördüyünüz kimi. Qəşəng dizaynı var. Bura, yenə də yuxarı bir dənə plastitkası. Buranın yayda oturmaq üçün istifadə edə bilərsiniz. Yenə baxın, dekorasiyaya baxın, ay sağ ol. Göstərin, zəhmət olmasa, baxın. Nə qəşəng, əlaçı. Gedin, orada nə göstərin, zəhmət olmasa, qardaşım. O başına göstərin. Ay sağ ol. Gedin. Bomba kimi. Baxın, qəşəng girişə belə bir dənə dəhliz deyək. Gəlin zəhmət olmasa. Otağımız boldur. Nə adına çox? 7 otağımız var inşallah. Gəlin. Bu başda bir dənə belə otağımız var. Belə göstər zəhmət olmasa. Gəlin. Ay sağ ol. Baxın, qəşəng. Ay sağ ol, qəşəng. Bismillah. Deməli, girişdə belə bir qəşəng dəhlizimiz var. Gəlin zəhmət olmasa. Baxın. Yer dediyimiz kimi bura, bax, betondur. Yer də qəşəng laminatdır. Göstər, sərgəli göstər hər tərəfi. Pəncərələri, burada 2 dənə pəncərəsi var. Hər tərəf plastikdir. Ay sağ ol, baxın. Yoruldum ha. Göstər, fırla. Ay maşallah, patologu göstərin, tavanı daha doğrusu, tavanı göstərin. Ay sağ ol, deməli. Girişdə bir dənə burada belə qəşəng otağımız var. Baxın, belə, ətrafımız göstərməyə çalışın, aşağı yuxarı. Burada, yəni ki, pəncərə var. Bax, burada da bir dənə pəncərəmiz var. Hər otağın qəşəng pəncərəsi var. Göstərin mi? Sağa sol gördünüz mü? Buraları göstərin zəhmət olmasa. Bir dənə gelin göstərin. Ay sağ ol. Fırla. Qəşəng. Gəlin zəhmət olmasa. Baxın. Girişdə yenə eyni qaydada, yenə bu tərəfdə qəşəng bir dənə evimiz var. Qiyməti deyəcəm. Axıra qədər baxın. Çox xahiş edirəm. Qiyməti deyəcəm. Buranın mərkəzdə olduğuna görə buranı klinik eləyə bilərsiniz. Kurs üçün məsəl ala bilərsiniz. Və ya başqa bir maraqlı, necə bir ideya özünüzdə kəşf edib buranı istifadə edə bilərsiniz. İstədiyiniz cürə buranı fikirləşib pul qazana bilərsiniz. Hər tərəfli də yaşaya bilərsiniz inşallah. Gəlin zəhmət olmasa. Yenə də burada da bir dənə otağımız var. Baxın belə göstərim. İnşallah. Baxın. Gəlin. Ay sağ ol. Verin mənə. Baxın. Burada da belə qəşəng otağımız var.
Ay sağ ol. Əla. Baxın, çox gözəl, çox qəşəng. Dediyimiz kimi otaqlardan boluq. Elhamdülillah. Buranı bir dənə salonu göstərim inşallah. Baxın. Qiyməti deyirəm inşallah. Hə, deməli, açıqla gələcəm bayaqdan. Üzürlü sayın. Deyəsiz ki, bu dünya görüşlər yoxdur. Əlhamdülillah. Bu xəritənin yarısını görmüşük. Deməli, dəyərli izləyicilərimiz. Bu ev Reski bizə məlumat gəldi, çəkilişin axırında məlumat gəldi ki, bura həm kirayədə verilir, aylıq 400 manata. Aylıq 4 dənə 0, 10 qəpik aşağı verilməyəcək. Ay mənə deməyin ki, nə bilim, ver sahibi ilə danışım, oyanmayın, xeyr qardaş. 400 manatdır və satılır, mərkəzdədir, icra hakimiyyətinin tam yaxınlığındadır, marşrutlar, mağazalar hər yerə yaxındır. 120 min manat Allahın izni ilə. 120 min manat. Heç kim buna baha deməsin, çünki biz bu işin içindəyik. 2 otaqlı, 3 otaqlı, 1 otaqlı, 2 otaqlı evləri biz 65-70 minə satmışıq və bu otaq həm 2 mərtəbəli olduğuna görə bu ev otaqların bolluğuna və ideal təmirinə görə 120 minə təklif olunur inşallah. Reallıq olsa qiyməti yüngülvari bir evlə şirinlik eləmək olacaq. Səhifədə nömrəmiz qeyd olunub. Yaza və ya vızvata və ya zəng edə bilərsiniz. Allah mağaza mülkünüzə bərəkət versin. Əssəlamu aleykum.